Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Royal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. Hakim Mikail Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o cinayət məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində hadisəni ehtiyatsızlıq nəticəsində baş vermiş hal kimi qiymətləndirərək əməlini cinayət məcəlləsinin 124.1-ci ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsinə uyğun hesab etdiyini deyib. İfadəsinə görə hadisədən əvvəl Royal mərhum Türkanə Məmmədova ilə təxminən 1 ilə yaxın sevgi münasibətində olub. Bildirib ki, hadisədən bir neçə gün əvvəl atası onun bu münasibətinə etiraz edərək əlaqələri kəsməsini tələb edib. Təqsirləndirilən şəxs də bu səbəbdən Türkanə ilə münasibətlərə son qoymaq qərarına gəldiyini qeyd edib. Royalın sözlərinə görə hadisə baş verən gün Türkanə Məmmədova ona zəng edərək sonuncu dəfə görüşmək istədiyini bildirib. Kişi razılaşaraq qadını yaşadığı ünvandan götürüb və birlikdə əsirlik yolu adlanan əraziyə yollanıblar. Avtomobildə onların yanında təqsirləndirilən şəxsin qohumu da olub. Hadisənin baş verdiyi məqamı izah edən Royal bildirib ki, avtomobili saxladıqdan sonra Türkanə maşından düşərək kənara çəkilib. O isə avtomobildə siqaret yandırıb və bir müddət sonra Türkanənin üzərinə benzin tökdüyünü görüb. Buna mane olmaq üçün ona yaxınlaşdığını, lakin həmin anda əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib. Təqsirləndirilən şəxsin ifadəsinə görə hadisədən sonra o və yanında olan şəxs dərhal müdaxilə edərək alovu torpaq vasitəsilə söndürüb və zərər çəkmişi xəstəxanaya çatdırıblar. Royal həmçinin xəstəxanada Türkanə üçün dərmanlar aldığını qeyd edib. O hadisənin qəsdən törədilmədiyini vurğulayaraq söyləyib ki, Türkanə Məmmədovanın bu addım atmasına səbəb onların ayrılması ilə bağlı yaranmış emosional vəziyyət olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl zərər çəkmiş onunla əlaqəni kəsməmək üçün israr edib və hətta özünə zərər yetirə biləcəyini söyləyib. Bununla yanaşı Royal ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini də iddia edib. Məhkəmənin hökmü ilə Royal Tağıyev 9 il azadlıqdan məhrum edilib.